Salam, xoş gördük hər birinizi. Bugünlərimin cəmi 30 dəqiqəyə başa gələn peçenyelər hazırlayacağım. Çox ləzzətli, az ərzaqla mükəmməl peçenyelərdir. Hazırlamağa keçmədən öncə kanalıma dəstək üçün abunə olub bəyənməyi və videolarımı sonacan izləyib yaxınlarınızla paylaşmağı unutmayın. İndi isə keçək hazırlanmasına. Hazırlamaq üçün bir dərin qabın içərisinə 3 ədəd yumurta, yarım stəkan şəkər tozu, 1 paket də vanil əlavə edib 2 dəqiqə qarışdırıcı ilə qarışdırıram. Yumurta ilə şəkər tozunu 2 dəqiqə yaxşı qarışdırdıqdan sonra öncədən ələdiyim 2 stəkan unu və 1 paket də qabartma tozunu əlavə edib qaşıqla yaxşı qarışdırıram. Xəmirim artıq hazırdır. Gördüyünüz kimi xəmir bu qatılıqda alınmalıdır. Xəmiri krem torbasına əlavə edib ud hissəsini biraz böyük kəsəcəm krem torbasının və yağlı kağız sərilmiş soba listinə xəmirdən bu qaydada yuvarlaq formada əlavə edirəm. Yəni çox böyük əlavə etməyə ehtiyac yoxdur. Göz boyda xəmirlər əlavə edirəm yuvarlaq qaydada. Krem torbası olmayanlar qaşıqla da əlavə edə bilərlər xəmirləri. Mən xəmirlərimi yuvarlaq halda soba listinin içərisinə əlavə edib bitirdim. 200 dərəcəli sobada 20 dəqiqəyə bişirirəm. Artıq bişibdir, gördüyünüz kimi çox gözəl alınıbdır. Və peçenyelerin alt hissəsinə qaynadılıb qatılmış südü bıçaqla çəkib bir-birlərinə yapışdıracağım. Qaynadılıb qatılmış südü cemlə də əvəz edə bilərsiniz və yaxud da ki, siz istəsəz bir-birinə yapışdırmadan sadə də saxlaya bilərsiniz peçenyelərinizi. Peçenyelər bir-birinə yapışdırdıkdan sonra qatılaşdırılmış süddən kənar hissəsinə də əlavə edirəm. Qaynadılıb qatılmış süddən kənar hissəsinə çəkdikdən sonra kakos ovuntusuna batırıram kənar hissələrini. Bütün peçenyeləri bir-birinə bu qaydada yapışdırıb kənar hissələrini kakos ovuntusuna batıracağım.
Və budur. Mənim peçenyələrim artıq hazırdır. Çox az ərzaqla tez başa gələn, yumuşaq, çox dadlı, ləzzətli peçenyelər alındı. Hər kəs hazırlasın. Əminəm ki, hazırlayanlar heç vaxt peşman olmayacaqlar. Hazırlayacaq olanlara öncədən nuş olsun deyirəm və kanalıma dəstək olmamısınızsa, dəstək olmaq üçün abunə olub və zil səsini aktiv edin ki, paylaşdığım videolarda anında xəbərdar olun və videolarımı sonacan izləyib yaxınlarınızla paylaşmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə. Hələlik sağ olun.